Bugün ştobu bağlayıcısını öyrənəcəyik. İki mənası var. Bir üçün, bir də ki, bizdəki arzu şəklinə yaxın bir mənada istifadə edəcəyik. Üçün mənasını vermək üçün feillərimizi məsdər formasına əlavə edirik. Məsələn, чтобы жить, yaşamaq üçün. Чтобы жить в большом городе, нужно найти хорошую работу. Böyük şəhərdə yaşamaq üçün yaxşı iş tapmaq lazımdır. Və ya da, чтобы изучать, öyrənmək üçün. Я купил этот учебник, чтобы изучать русский язык. Mən rus dilini öyrənmək üçün bu dərsliyi almışam. Və yaxud da ki, deyə bilərik, мне нужно выпить кофе, чтобы лучше работать. Mənə daha yaxşı işləmək üçün kofe içmək lazımdır. İkinci mənasına gəldikdə isə burada feillərimizi keçmiş zamanda əlavə edirik. Məsələn, я хочу, чтобы ты прочитал эту книгу. Mən istəyirəm ki, sən bu kitabı oxuyasan. Və yaxud da ki, я купил мясо, чтобы ты сделал шашлык из него. Mən ət almışam ki, sən ondan kabab hazırlayasan. Və yaxud da ki, burada ən çox verilən suallardan biri də budur ki, burada NSV feillərimi işlədəcək, yoxsa SV feillərimi? Burada hər iki feili işlədə bilərik, heç bir problem yoxdur. Burada əsas məsələ vermək istədiyiniz mənadır. Məsələn, я хочу, чтобы ты пришел сегодня. Mən istəyirəm ki, sən bugün gələsən. Bir dəfəlik hərəkət olduğuna görə SV feili istifadə elədim, yəni bitmiş feil istifadə elədim. Və yaxud da deyirəm ki, я хочу, чтобы ты приходил каждый день. Mən istəyirəm ki, sən hər gün gələsən. Burada təkrarlanan hərəkət olduğuna görə NSV feildən istifadə elədim. Bu şəkildə istifadə edirik. Deməli, üçün mənası vermək üçün feillərimizi məsdər formasına qoyuruq. Arzu şəkli formasını vermək üçün isə keçmiş zamanda əlavə edirik.